Salam, hər vaxtınız xeyir olsun əziz xobiçilər. Deməli, bugün 3 iyun 2026-cı ildir. Dərnəyimizin üzvü İlham Qardaş təsərrüfatını belə deyək ki, ziyarət elədik. Özük taxılası heyvanlara özük taxdıq. Qardaş Amrox cinsinin həvəskarıdır. Ona görə Amrox saxlayır. İnşallah Amrox cinsindən də sərgidə iştirak edəcək. Və təsadüfi gördüm. Həyətdə Xarkov adı ilə tanıdığımız cinslərdən gedir söhbət. İstədim xobiçilər üçün bir dənə video çəkim paylaşım. Yəni arada olan fərqləri, faktları hər kəsə sübut edeyim. Yəni yaxından da baxsaz görəcəksiniz hər ikisinin naxışlarını. Belə deyək, bu cinsin əldə olunmağında bu cinsdən istifadə olunur. Daha doğrusu bu rəngin əldə olunmağında bu X bir cinsdir, hər hansı bir cinsdir. Biz bunun mənşəyini bilmirik. Bu rəngi əldə etmək üçün gördüyümüz Amrox xoruzdan istifadə ediblər. Yəni naxış fərqləri var, arada böyük naxış fərqləri var. Yəni diqqətlə yaxından baxsaz görəcəksiniz naxışları. V şəkilli naxışları var, açıq rənglidir, saf cinsdir. İllik yumurta verimi 220 ədəddir. Diqqətlə fikir yetirsəz göz rəngi, dimdik rəngi, üz rəngi və s. hər şeyi bəllidir. Ayaq formalarını da mən sizə göstərim. Təxminən belə deyək də bir-birinə uyğun rənglərdir. Amma yenə də deyirəm, Xarkov cinsinin əldə olunmasında, daha doğrusu bu rəngin əldə olunmasında bax bu gördüyümüz xoruzdan damazlıq kimi istifadə olunubdur. İndi belə deyək də bu toyuğu mən sizə bir-bir göstərəcəm, bütün xüsusiyyətlərini. Baxın, diqqətlə fikir versəz, açıq-aşkar tüklərindən də heyvanın genetik qüsurlu olduğu görsənir. Yəni sadəcə olaraq rəngi əldə etmək üçün belə deyək ki, damazlıq kimi xoruzdan istifadə ediblər. Bunun həyətdə 3-4 dənə əlavə başqa toyuqlar da var. Düzdür, belə deyək ki, çəkilidir, ona söz ola bilməz. Eynilə belə deyək necə ki, Amrox cinsinin toyuqları kimi. Amma siz Amrox cinsində bax belə qüsurlu tüklər görə bilməzsiniz. Qarası var, ağı var, ağ-qarası var. Eyni zamanda diqqət yetirsəz, tükün üstündə bilmirəm nə dərəcədə görsənir, göyümtul rənglər belə var. Yəni bu ondan irəli gəlir ki, bu cins altdan gələn balalarda hər cür rəng verə bilər. Çünki damazlığın bir tərəfi Amroxda, xoruz və yaxud da toyuğunu dəqiq deyə bilmərəm. Digər bir tərəfində də başqa bir bilmədiyimiz cinsdən istifadə olunur. Bir yox, bir neçə cinsdən istifadə oluna bilər. Təsərrüfatçılara və yaxud da ki, sənaye tipli təyinatlı təsərrüfatlarda lazımdır ki, bu rəngi əldə eləsinlər. Yəni bunu təbliğ edib populyarlaşdırıblar, amma bilmək lazımdır ki, saf deyil. Yumurta verimi heç də yüksək deyil. Yəni bu müəyyən bir müddətə qədər deyək ki, yumurta verdi, sonra yumurta verimi istər-istəməz düşəcək, hədərə yem yeyəcək, yer tutacaq və s. Amma Amrox cinsində belə deyil. Amrox cinsi yəni illik 220 yumurta verimi var. Təxminən belə deyək ki, 4-5 yaşına qədər eyni stabil yumurta verimi olan bir cinsdir, saf cinsdir, mənşəyi bəllidir, geni bəllidir. Amma bu cinsin heç bir belə deyək ki, standartı yoxdur, heç bir özəlliyi demək olar ki, yoxdur. Sadəcə olaraq yaxşı çəki yığır, onu da kəsb yemək üçün yararlıdır. Yəni o səviyyədə yumurta verimi yoxdur. İllik nə 300, nə 320, sonra 5 kilo, 6 kilo çəki yığan nə xoruzu, nə toyuğu. Təxminən bu toyuğun çəkisi təxminən 3 kilodur. Eynilə deyək ki, Amrox cinsinin də toyuğu ilə təxminən buna yaxın çəkili verir. Və rəng pigmentləri də mən sizə bir-bir göstərdim. Baş forması olsun, ayaq rəngi olsun, dəri rəngi olsun. Demək olar ki, bir çox xüsusiyyətləri Amroxa bənzərdir. Amma rəng pigmentləri təbii ki, müqayisə oluna bilməz. Çünki burada rənglər qarışıb. Heç bir naxış digər naxışı tamamlamır. Qənət tüklərini mən sizə göstərirəm. Ağı var, qarası var, ağ-qarası var və s. Amma Amroxda ayaqlarda göstərdim. Yəni naxışlar tamamilə səliqəli, simmetrik şəkildə davam edir. Belə yoldaşlar, yəni bu fikrimi sizlə paylaşmaq istədim. İndi bizim rastımıza çıxan budur. Mən birinci dəfədir ki, bu cinsi belə deyək ki, ətraflı şəkildə sizə təqdim etməyə çalışıram. Yenə də deyirəm, təsərrüfatçı hər hansısa bir cinsi saxlaya da bilər, sata da bilər, ala da bilər. Burada bir problem yoxdur. Amma şişirdilmiş göstəricilərlə yeni başlayanlar və yaxud da ki, həvəsli olanlar aldadıb xəyal qırıqlığına uğratmaq olmaz. Çalışın, saf cinslər saxlayın, çalışın, saf cinsləri belə deyək ki, seleksiyasını davam elətdirin, keyfiyyətini daha da artırın və satış eləyərkən də alıcıya düzgün məlumat verin. Yəni bu cinsi
şişirdilmiş rəqəmlərlə təsərrüfatçıya satıb hər hansısa bir kəsi ziyana, problemə salmağa ehtiyac yoxdur. Bu qədər. Təşəkkür edirəm.